olmalıdır, belə deyək. Allah qırıldı. Keçən videonun ardı olaraq bunu da qeyd edeyim. Düz xətt çəkməyin və dairənin sürətli şəkildə çəkməyin sizə nə kimi pluslar olacaq? Düz xətti sürətli çəkdiyiniz təqdirdə şəkil çəkərkən, qurmanı eləyərkən heykəldən misal gətirim. Düz xəttlərini çəkirik, tak-tak tez şəkildə rahatca qurmaq olur. Artıq düz xətti çəkmək üçün siz yubanmırsınız, gecikmirsiniz, orada vaxt itirmirsiniz. Bugünkü dərsimizdə ştrix necə ştrixlənir onu sizlərə izah eləyəcəm. Getdik. 3 cür xəttimiz var. 1. Başlanğıcı və sonu olan. Bu bizə lazım deyil. 2. Başlanğıcı var. Sonu yoxdur. Və 3. Ştrix artıq. Nə başlanğıcı var, nə sonu var. Biz ən çox bundan istifadə edəcəyik. Bu da işlənəcək bəzi hallarda. Daha çox realizmdə işlənir. Ştrixi atarkən etdiyimiz yanlışlar nələrdir? Ondan başlayaq. Birinci, ştrixləri çox uzun atmaq lazım deyil. Biraz daha qısa ştrixlərlə bir-birinə keçid olaraq etmək daha yaxşıdır. Ştrixi atdıq yaxın şəkildə. Yenə karandaşı əlimizin içində və yaxud əlimizdən uzaq saxlayırıq. Karandaşı, baxın, ştrixi belə atmaq olmaz. Burada artıq bir məsafə yarandı. Bu olmaz. Qəti şəkildə. Bu ştrixlər belə qalmalı deyil. Ştrixlər bir-birinə keçməlidir. Çarpaz şəkildə. Ştrixi atdıq. Baxın, keçdi bir-birinə. Bizə bu lazımdır uşaqlar, bu görüntü. Bu hissə keçməlidir. Yadda saxlayın. Və yaxud da ki, ştrixi deyək ki, belə atdınız. Üstündən belə atmaq da o qədər məsləhət deyil. Ən əsas da alt tonunda, alt hissəsində. Çünki bu da kobud görüntü yaranır. Yəni kvadratlar yaranır burada. Bu kvadratları görmək o qədər də gözə xoş görünmür. Yəni sən ştrixi atdınız. Daha sonra digər istiqamətdə. Bu istiqamətdə ştrixlədik. Bu istiqamətdə. Bu istiqamətdə. Bir-birinə keçid olacaq şəkildə ştrixləyirik. Mütləq sürətdə. Ştrixlərin hamısı bu arada düz xətt olmalı da deyil. Ştrixlərdə biraz yumruluq da ola bilər. Məsələn, biraz əlimizi belə saxlayırıq, biraz yumru ştrixlərdə getməlidir. Bu da olmalıdır. Hə, artıq deyək ki, işi bütün tonlamışıq. Ondan sonra artıq karandaşı normal şəkildə qələm kimi tutub, müəyyən hissələrdən biraz konturlar əlavə eləyə bilərik. Yəni, bu da tam səhvdir, deyilən bir şey yoxdur. Yəni, müəyyən hissələrində çünki plastik, xəttdə biraz plastik olmalıdır, belə deyək. Allah qırıldı karandaş. Xəttdə biraz plastik olmalıdır. Müəyyən hissəsi açıq, müəyyən hissəsi biraz tünd olmalıdır. O səbəbdən o tündlüyü bəri başda, yəni işləyəndə birbaşa verə bilmirsinizsə, üstündən daha sonrasından biraz tündləşdirib, oradan biraz ştrix də əlavə eləyirsiniz. Çox gözəl şəkildə artıq forma önə çıxmış olur. Ştrix barədə məlumat bu qədər. Ətraflı əlavə olaraq nə sualınız varsa, hamısını şərhlərdə yazın və Instagram səhifəmizi takip etməyi unutmayın. Xoş seyirlər.